Şərhlərdə belə bir sual gəlir ki, bəs etibarnamə verərkən nələrə diqqət etmək lazımdır? Gəlin ilk öncə etibarnamənin nə mənaya gəldiyi barədə biraz danışaq. Etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında, yəni digər şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalətdir. Yəni etibarnamə yazılı olmalıdır. Bu birinci məsələ. Etibarnaməni verən şəxs etibar edən, etibarnamənin verildiyi şəxs isə etibar edilən adlanır. Etibarnamə həm fiziki şəxs, həm də hüquqi şəxs tərəfindən həm fiziki, həm də hüquqi şəxslərə verilə bilər. Etibarnamənin istənilən müddətə verilməsi bizə məlumdur, lakin nəzərə almaq lazımdır ki, nəqliyyat vasitələrinə sərəncam verilməyi, yəni nəqliyyat vasitələrinin alqı-satqısı ilə bağlı etibarnamələr yalnız verilə bilər bir il müddətinə. Etibarnamədə onun verildiyi tarix mütləq qeyd olunmalıdır. Daha sonra onun qüvvədə olma müddəti qeyd olunur. Qüvvədə olma müddəti qeyd olunmayan etibarnamələr bir il müddətində qüvvədə hesab olunur. Həmçinin etibarnamədə etibar edənin və etibar edilən şəxsin bütün lazımi məlumatları qeyd olunmalıdır. Şəxsiyyət məlumatları, əlaqə məlumatları və digər məlumatlar. Etibarnaməni verən şəxs istənilən vaxt etibarnaməni, müvafiq etibarnaməni təsdiq edən yerə müraciət edərək ləğv edə bilər və həmçinin etibarnaməni verən şəxs vəfat etdikdə də etibarnamə avtomatik olaraq qüvvədən düşür. Bundan başqa qeyd edək ki, notarial hərəkətlər üçün verilən etibarnamələr, məsələn, notariuslu alqı-satqı müqaviləsi bağlamaq üçün verilən etibarnamə mütləq qaydada notarial təsdiq olunmalıdır. Bəzi hallarda etibarnamələrin digər qurumlar tərəfindən təsdiq olunması notarial təsdiqə bərabər tutulur. Məsələn, hərbi qulluqçuların etibarnamələri əgər həmin ərazidə notariat yoxdursa, hərbi hissələrin rəhbərlikləri tərəfindən də təsdiq oluna bilər və yaxud da ki, məsələn, azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslərin etibarnamələri həmin azadlıqdan məhrum etmə yerinin müdiriyyəti tərəfindən də təsdiq oluna bilər. Bundan başqa etibarnamə verərkən mütləq riayət olunmalıdır ki, səlahiyyətlər həddindən artıq çox geniş olmasın. Həmçinin səlahiyyətlər etibarnamə verilən şəxsin müvafiq işləri görə bilməsi üçün həddindən artıq dar da olmasın. Burada qızıl ortanı tutmaq vacibdir.